Siyavuş müəllim, siz çıxış eləmişsiniz. İndi sualınız var sizin. Sualdır. Buyurun. Təşəkkür edirəm, hörmətli xanım sədr. Hörmətli Tənzillə xanım burada çıxış elədi, qeyd elədi. Müstəqilliyə 271 nəfər səs veribdir burada parlamentdə. O 43 nəfər özlərini istiqlal yolunda görür. Referendum əleyhinə səs verənlərdir onlar. Tamam başqa şeydir. Müstəqillik başqa şeydir. Referendum əleyhinə başqa şeydir. Biz tarixi saxtalaşdırmayaq. Tarix varsa, tarix düzgün yazılmalıdır. Ziya Səmədzadə sədrlik eləyibdi iclasa. Burada oturub bilmirəm, var yoxdur iclas salonunda. O sədrlik eləyib iclasa. Və 271 nəfər də səs veribdi. 350 nəfər parlament üzvündən 271 nəfər. 360-dan 271 nəfər səs veribdi. Siyavuş müəllim, fikriniz aydındır. Sizin fikriniz aydındır. İndi çıxışlarda bəzi nöqsanlar olur. İndi burada olan çıxışlarda da bəzi nöqsanlar oldu. Mən sonra sizlə də ayrıca bir məsələni də danışacağım. Hörmətli sahibə xanım, sizə çox böyük hörmət eləyirəm mən. Və ona görə məsələni uzatmaq istəmirəm. Sadəcə gündəliyə bu müzakirə olunan məsələyə də müsbət yanaşıram. Mən buna cavab verməsəm olmaz. Çünki Siyavuş müəllim mənə saxtakar dedi. 7 mart tarixi 91-ci ildə sirrin bərpa olunmasıyla bağlı referendumun keçirilməsi ilə bağlı idi. Deputatların cəmi 43, içində də Heydər Əliyevin o 43 kişinin içində təmsil olunmasından əleyhinə səs vermişdilər. Bu da müstəqilliyimizə xidmət idi. Mən bunu demək istəyirəm, məni yanlış anladı. Mən o zaman bu proseslərin canlı şahidi idim və o müstəqilliyimizi qazanan o insanların içində ən çox qadınlarımız ön sıralardaydı. Mən o zaman, bax, tarixi elə yazırdıq biz, müstəqilliyimizə gedən yolda mübarizə apara. Mən çox istəyərdim ki, o bugün dövlət çevrilişində əli olan, Azərbaycan dövlətinin ən yüksək məqamlarını işğal etmiş Ramiz Mehdiyevin əleyhinə 10 il bundan qabaq Siyavuş Novruzov bir cümlə deyib tarix yazaydı. Tənzilə xanım, siz eşitdiniz ki, mən Siyavuş müəllimin çıxışından sonra mən dedim ki, Siyavuş müəllim, bəzi məsələləri biz danışarıq.